Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi yay fəsli ilə əlaqədar attraksiyonlara nəzarəti gücləndirib. Adı çəkilən qurum insanların kütləvi şəkildə müxtəlif məkanlarda istifadə etdiyi attraksiyonların təhlükəsiz istismarının təmin olunması məqsədi ilə texniki təhlükəsizlik tələblərinə dair nəzarət yoxlama tədbirləri həyata keçirdi. Agentlik əməkdaşları sözügedən əyləncə qurğularının qanunvericiliyin tələblərinə əməl olunmasının mövcud vəziyyətini araşdırdı. Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksiyonların məsul şəxslərinə zəruri göstərişlər verildi. Həmçinin əyləncə vasitələrinin istismarı üçün lisenziyanın vacibliyinə diqqət çəkildi. Attraksiyonların təhlükəsiz istismarını təmin etmək məqsədi ilə attraksiyon sahibi tərəfindən mühəndis texnik cavabdeh şəxs təyin olunmalı və oxumuş, attestasyon keçmiş attraksiyon operatorları ilə təmin edilməlidir. Hər bir attraksiyon 12 aydan bir az olmayaraq texniki müayinədən keçirilməli və müvafiq olaraq onun pasportunu qeydə aparılmalıdır və təhlükəsiz istismarına zəmanət verilməlidir. Nəzarət yoxlama işləri zamanı attraksiyon işçilərinə onların üzərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzu olunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə ətraflı məlumat verildi.